Amerika Birləşmiş Ştatlarında qeyri-hərbi layihələrə maraq Böyük Britaniyadan heç də az olmayıb. Amerikalı mühəndislər və hərbiçilər düşünürdülər ki, müxtəlif heyvan və quşlardan müharibədə necə istifadə etmək olar? Axı bu qədər canlı niyə boş bekar gəzməlidir? 20-ci əsrin 40-cı illərində Amerika çoxlu yeni bomba və raket modelləri hazırlasa da, onların dəqiqliyi olduqca aşağı idi. Hərbiçilər sursatları kənardan idarə etmək üçün müxtəlif yollar axtarırdılar. Lakin o dövrün elektron texnologiyaları hələ buna imkan vermirdi. Məhz bu vaxt köməyə məşhur Amerikan psixoloqu Barry Skinner gəldi. O hərbiçilərə maraqlı bir təklif verdi. Raketlərin idarə etmə sistemi kimi mürəkkəb elektron qurğuların əvəzinə canlı varlıqlardan istifadə etmək. Skinner düşünürdü ki, əgər göyərçinlər illərlə hərbi məktubları uğurla daşıya biliblərsə, niyə bombaları da hədəfə yönəltməsinlər? Bu fikir ilk baxışdan bir qədər qəribə görünsə də, hərbiçilərin diqqətini cəlb etdi. Layihəyə maliyyə və mühəndis dəstəyi ayrıldı. İşə hətta qida məhsulları, oyuncaqlar və müxtəlif hərbi məhsullar istehsal edən General Mills şirkəti də cəlb olundu. Layihə çərçivəsində olduqca maraqlı bir sistem yaradıldı. Bombanın ön hissəsində xüsusi kamera yerləşdirilmişdi. Linzalar və güzgülər vasitəsilə hədəfin görüntüsü üst dairəvi ekrana ötürülürdü. Bu ekranların qarşısında isə xüsusi təlim keçmiş göyərçin dururdu. Göyərçin ekranda hədəfi gördükdə onu dimdiyi ilə vurmalı idi. Mexanizm bu toxunuşu qeydə alır və bombanın istiqamətini hədəfə doğru düzəldirdi. Beləliklə, quş faktiki olaraq sursatı idarə edirdi. Göyərçinlərin təlimi üçün Skinner özünü hazırladığı xüsusi metoddan istifadə edirdi. Əgər quş hədəfin təsvirini düzgün dimdikləyirdisə, mükafat olaraq yem alırdı. Səhv etdikdə isə mükafatsız qalırdı. Bu üsulla quşlar tədricən hədəfi tanımağı və ona reaksiya verməyi öyrənirdilər. Göyərçin layihəsi 1940-cı ildən 1944-cü ilə qədər inkişaf etdirildi. Lakin sonda proqram dayandırıldı. Baxmayaraq ki, Skinner öz quşlarını yaxın gələcəkdə peşəkar kamikadzelərə çevirəcəyini də iddia edirdi. 1948-ci ildə layihə yenidən bərpa olundu və bu dəfə Orgon, yəni Organik Kontrol adı altında davam etdirildi. Ancaq texnologiyanın sürətli inkişafı bu qeyri-adi layihənin sonunu gətirdi. 1953-cü ildə proqram bir dəfəlik bağlandı. Çünki həmin dövrdə artıq kifayət qədər kiçik və etibarlı elektron idarə etmə sistemləri yaradılmışdı. Bax beləcə, bir vaxtlar Amerika ordusunun gələcəyi hesab edilən döyüş göyərçinləri texnologiyaya məğlub oldular və tarixdə ən qeyri-adi hərbi layihələrdən biri kimi qaldılar.